Elanımız С 5 января yanvar ayının 5-dən по 25 января yanvar ayının 25-nə qədər в нашей церкви будет проходить пост Даниила. bizim məbəddə Daniilin orucu keçiriləcək. Аллилуйя! Слава Аллилуйя. Господу! Как говорится, начнем Новый год в посте и молитве. Necə deyərlər, yeni ili orucda və duada И başlayacağıq. это особенное время Və bu xüsusi bir vaxtdır. молитвы, Dualar, воздержания, özünü saxlamaq, духовного обновления. ruhani yeniləşmə И приглашаем всех желающих və bütün arzu eləyənləri присоединиться к посту, bu oruca qoşulmağa dəvət edirəm. чтобы вместе искать Божьей воли, Və birlikdə Tanrının iradəsini axtarmaq üçün, чтобы укрепляться в вере imanda möhkəmlənmək üçün и начинать Новый год с посвященным сердцем. və yeni ili həsr olunmuş ürəklərlə başlamağa. Итак, с 5 по 25 января. Beləliklə, yanvar ayının 5-dən 25-nə qədər. И это будет благословение Və bu xeyir dua olacaq. для многих людей. Çox insanlar üçün xeyir dua И olacaq. я знаю, что очень много людей, прошедших пост, держало. Və mən bilirəm ki, keçən orucları çox insanlar tutmuşdular. И вы знаете, очень много людей подходило и рассказывало, определенные вещи с ним происходили. Və insanlar yaxınlaşaraq xüsusi hadisələrin baş verdiyini mənə danışıblar. Пост – это не только воздержание от пищи. Oruc təkcə yeməkdən imtina eləmək deyil. Это время, когда мы больше уделяем времени для Господа. Bu o zamandır ki, biz Tanrıya daha çox zamanımızı həsr eləyirik. Поэтому добро пожаловать. Ona görə də xoş С gəlmisiniz. 5 января по 25 Yanvar ayının 5-dən 25-nə qədər будем все вместе поститься. hamımız birlikdə oruc tutacağıq. И весь народ Və сказал bütün xalq desin, аминь. Аминь. Вот насчет поста немножечко трудно бывает аминь сказать. oruc tutanda amin demək biraz çətin olur. Весь народ сказал, Bütün xalq desin amin. уже в посте будет побольше людей. Orucda Halleluya. daha çox insan Sağ ol olacaq. Господu. Rəbbə izzət olsun. Пастор Юсиф, Pastor добро пожаловать, Yusif, поделись xoş словом с gəlmisiniz нами. və bizlə kəlamınızı bölüşün. Аллилуйя. Halleluya. Доброе утро. Sabahınız xeyir. Слава Богу. Rəbbə izzət olsun. Меня хорошо слышно. Məni yaxşı eşidirsinizmi? Конечно, утро хотело так скусить нас. Səhər bizi biraz kədərə salmaq istədi. Да, но слава Amma Богу. buna Бог baxmayaraq всегда с нами. Rəbb hər zaman bizimlədir. Мы попадаем в разные какие-то нюансы, проблемы. Biz hər hansı bir problemlərə, vəziyyətlərə düşə bilirik. Но с Богом мы все проходим. Amma Tanrı ilə biz hər şeydən keçirik. Аминь. Я бы хотел, чтобы мы все встали. Mən istəyərdim ki, hamımız qalxaq Аминь. Аллилуйя. Взяли соседа, və qonşundan tutaraq стали друг против друга. və biri-birinə yönələrək Аминь. Аминь. И начали молиться за нужду своего соседа, брата. və yanındakı insanın ehtiyacına görə dua eləməyə. Аллилуйя. Давайте помолимся за нужды. Sen ne Gəlin ihtiyacın var? ehtiyaclarımız üçün. Аминь. Шимбрандаралабахатай. О, Иисус, мы благодарим Тебя. Ya Rəbb, sənə təşəkkür eləyirik. Отец, я молюсь за нашу сестру. Ata, mən bacım üçün dua eləyirəm. Благослови ее. Xeyir dua ver ona. Пусть Твоя рука будет над ней. Qoy sənin əlin onun üzərində olsun. Восполни каждую нужду. Благослови, Господь. Боже, наполни ее, Господь, дом своей щедростью во имя Иисуса Христа. Мы благодарим Тебя, Господь, спасибо Тебе за Твою благодать, за Твою милость. Спасибо Тебе за Твою заботу. Аллилуйя. Спасибо Тебе, Господь. Мы благодарны Тебе. Мы благодарны Тебе, Господь, во имя Иисуса Христа. Аллилуйя. Мы благодарим Тебя. Sənə minnətdarıq Господь, Tanrı. спасибо Тебе. Çox sağ ol ya Rəbb. Sen demişsen ki Tanrı, Ты сказал, Господь, Sən demisən ya Rəbb. что если на земле Əgər yer üzündə двое согласятся молиться iki nəfər dua etmək üçün razılığa и gəlsə, просить о чем-либо, hər hansı bir şey üçün xahiş eləsə, то будет им от Отца Небесного. göydəki atamızdan olacaq. Господь, услышь эти молитвы Ya Rəbb, sən bu duaları eşit. и ответь на эти молитвы во имя Bu Иисуса. dualara cavab verib İsa Məsih'in благодарим ismiyle
Sənə minnətdarıq. Спасибо тебе за твою Çox sağ заботу. ol sənin əlinə görə, Спасибо за mилость. sənin mərhəmətinə görə. Во имя Иисуса Христа. İsa Məsihin ismi ilə. Мы молимся во имя Отца, Сына и Ata, Святого. oğul və müqəddəs ruh naminə dua eləyirik. Я также молюсь, Господь, чтобы Твое Eləcə də Слово qoy sənin kəlamın dua eləyirəm ki, коснулось нашего сердца. sənin bizim ürəklərimizə qəbul olsun. И мы услышали Тебя Səni eşidə bilək. через проповедь, Bu təbliğ через vasitəsilə, Святое Писание. müqəddəs yazı Во vasitəsilə, имя Иисуса İsa Христа. Məsihin ismi ilə Благодарим Тебя. sənə minnətdarıq. Спасибо Тебе. Çox sağ ol. Молимся Dua eləyirik. во имя Отца, Сына и Ata, Святого. oğul və müqəddəs ruh И naminə. весь народ Və скажет. bütün xalq desin amin. Аминь. Окей. Аллилуйя. Hallelujah. Слава Богу. Rəbbə izzət olsun. Слава Иисусу. Rəbb Присаживайтесь. İsa'ya izzət Спасибо olsun. прославление. Əyləşin. Çox sağ olun Вы həm очень qrupu. смиренные. Siz çox mütisiniz. Аминь. Аминь. Слава Аминь. Богу. Итак, Və izzət olsun. 2000 лет тому назад Beləliklə 2000 il öncə Иисус пошел на крест. İsa çarmıxa getdi. Аминь. Amin. Для нас. Bizə görə Чтобы взять наши грехи. ki bizim günahlarımızı öz üzərinə И мы götürsün. знаем, что Он также взял на нас, на себя нашу нищету. Mən bilirəm ki, həmçinin də o bizim yoxsulluğumuzu öz üzərinə На götürdü. кресте Çarmıq üzərində щедрость победила нищету. səxavət yoxsulluğa qalib И gəldi. теперь нам открыт путь İndi bizim üçün yol açılıb. от выживания Bir təhər yaşamaqdan к сыновству. oğulluğa qədər. От выживания, выживать. Bir təhər yaşamaq. Bir təhər, окей. От выживания Bir təhər к yaşamaqdan сыновству. oğulluq Кто dərəcəsinə тут qədər. дети Божии? Kimdir burada Rəbbin övladı? Аминь. Если вы дети Божии, Əgər siz Rəbbin övladısınızsa, Писание говорит, что вы наследники Божии. yazı deyir ki, siz onun varislərisiniz. Я очень слабо аминь услышал. Mən çox zəif eşitdim bu Кто amini. здесь дети Kim Божии? burada Rəbbin övladıdır? Тебе покажи, палец на себя наведи. Barmağını özünə yönəl. Если я дитя Божие, De ki, mən əgər Tanrının я övladıyamsa, наследник обетований Божьих. mən Tanrının vədinin varisiyəm. И весь народ Və скажет, bütün xalq desin amin. сегодня я тебе напомнил, кто ты есть. Bugün mən sənə xatırlatdım ki, sən kimsən? Ты сын, и ты сын, и дочь Господа Бога. Sən Rəbb Allahın oğlu və qızısan. Аминь. Amin. Есть такое место Писания. Belə bir yazı yeri var. Больше всего хранимого храни сердце твое. Bütün qorunan şeylərdən ən çox ürəyini qoru. Итак, Белаликля. почему нам нужно хранить свое сердце? Niyə görə biz öz qəlblərimizi qorumalıyıq? Потому что дьявол хочет забросать это сердце камнями. Ona görə ki, iblis bu ürəyə çoxlu daşqalaq atmaq istəyir. Писание говорит, что из сердца есть источники жизни. Yazı deyir ki, həyat mənbəyi ürəkdən başlayır. Аминь. Amin. Мы когда сыновья, Əgər biz oğullarıqsa, тогда мы должны быть и жить как сыновья Божьи. o zaman biz Tanrı oğulları kimi yaşamalıyıq. Но почему-то мы сомневаемся. Nəyə görəysə amma buna şübhə edirik. Тогда нужно нам посмотреть в свое сердце. O zaman biz öz qəlblərimizə baxmalıyıq. Да? Что-то с сердцем не так. Deməli, qəlblə nəsə baş verir. Давайте откроем место Писания Gəlin yazı yerinə açaq, и посмотрим, gəlin baxaq. куда мы двигаемся. Biz hara yönəlirik? Слово Божье так говорит. Это сказал Иисус. Rəbbin kəlamı deyir, bunu İsa deyib. Скажи, сказал Иисус. Bunu İsa deyib de. Матвея 6:21. Matta 6:21. Где сокровище ваше, там будет и сердце ваше. Xəzinəniz hardadısa, ürəyiniz də orada olacaq. Аминь. Итак, где сокровище ваше, Beləliklə, sizin xəzinəniz hardadısa, там будет и сердце ваше. qəlbiniz də orada olacaq. Это не угроза, Bu bir təhlükə değil. təhlükə deyil, Это диагноз. bu bir diaqnozdur. Итак, ты хочешь знать, где ты будешь, Sən bilirsən ki, harda olacaqsan, ты должен посмотреть свое сердце. o zaman sən öz ürəyinə bax. Что есть для тебя сокровище? Sənin üçün xəzinə nədir? Потому что твое сердце там, где твое сокровище. Ona görə ki, sənin qəlbin xəzinən olan И yerdədir. сегодняшняя проповедь, Və bugünkü təbliğimiz я буду проповедовать о состоянии сердца.
Mən bu gün ürəyin vəziyyətindən danışacağam. Какое наше сердце перед Богом? Tanrı qarşısında qəlblərimiz nə vəziyyətdədir? Аминь. Amin. Потому что можно давать, Ona görə ki, vermək olar. аминь, показывать, что он щедр, но бояться. Göstərə bilərsən ki, sən səxavətlisən, amma daxilən qorxursan. Жертвовать, но не доверять. Qurban verə bilərsən, amma etibar etməyərək. Служить и жить Хидмет. в нищете внутри. Xidmət eləyə bilərsən, amma daxildə yoxsul yaşaya Мы bilərsən. все помним пророка Иова. Biz Eyyub peyğəmbəri yadımızda saxlamışıq. И мы все понимаем, что он приносил жертвы, Biz hamımız bilirik ki, o qurbanlar gətirirdi. но он боялся. Amma o qorxurdu. Потому что внутри где-то не доверял Çünki daxildə biraz etibar etmirdi. силе крови. Bu qanın gücünə etibar etmirdi. Бог, он не ищет руку с деньгами. Rəbb pullu əllər axtarmır. Бог ищет сердце, которое ему принадлежит. Tanrı ona məxsus olan qəlblər axtarır. Итак, когда мы Beləliklə, приходим к Богу, Biz Tanrının önünə gələndə, а сегодня мы пришли в Дом Божий, bugünsə biz Tanrının evinə чтобы gəlmişik встретиться с Господом, ki, Tanrı ilə görüşək. Бог смотрит не на твою руку, Tanrı sənin əllərinə baxmır. Он смотрит на твое сердце. O sənin qəlbinə baxır. Аминь. Amin. Слава Богу. Rəbbə izzət. Давайте откроем книгу Луки, 12 главу. Gəlin Lukanın 12-ci fəslini Пусть açaq. Дух Святой мне поможет. Qoy müqəddəs ruh mənə kömək etsin. И будем читать это Və место. bu ayə yerini Лука oxuyacağıq. 12-15. При этом сказал 15-ci им: ayə. смотрите, берегитесь любостяжания, ибо жизнь человека не зависит от изобилия его imeni. İsa onlara dedi, diqqətli olun, hər cür tamahkarlıqdan özünüzü qoruyun. Çünki insanın həyatı var yoxunun bolluğundan asılı deyil. Что такое любостяжание? Nə deməkdir tamahkarlıq? Это жадность. Bu simiclikdir. Скажи жадность. Simiclikdir. Аминь. Ты знаешь, жадность, она тоже может приносить прибыль. Bilirsinizmi, simiclik də gəlir gətirə bilər. Да. Вы знаете? Bilirsinizmi? Ты копишь, копишь, Sən копишь. yığırsan. Как Скрудж Макдак. Копит, копит, копит. У него все много, Onda много, hər şey много, çoxdur, но никому не дает. amma heç kimə heç nə vermir. Да? И был такой человек, Və belə bir insan olmuşdu. он был богатый, O var dövlətli insan у него idi. был хороший урожай, Onun yaxşı məhsulu gəlirdi. и он рассуждал сам собой. O öz-özünə belə Что fikirləşirdi. мне делать? Mən nə edim? Некуда мне собрать плодов моих. Öz məhsulumu, barlarımı yığmağa yerim И он yoxdur. был хороший бизнесмен. O yaxşı iş adamı idi. Да? Любой бы на его месте так подумал бы. Hər kəs onun yerində belə düşünərdi. И он решил построить новые амбары, O qərara gəlir ki, çoxlu ambarlar tiksin. чтобы туда собрать весь свой хлеб, весь свой урожай. O bütün çörəyini və məhsullarını ora yığmaq istəyirdi. Аминь. Amin. И 18 стих так говорит. 18-ci ayədə belə «И deyilir. скажу душе моей, душа, много добра лежит у тебя на многие годы. Покойся, ешь, пей, веселись». Sonra dedi, belə edərəm, ambarlarımı söküb, daha böyüklərini tikəcəyəm, çünki taxılımı və malımı oraya yığaram. Этот человек больше пекся о своей душе. O daha çox ürəyinin qayğısını elə bir çəkirdi. Да? Он заботился только о себе, о своем доме. Öz evinin, özünün qayğısına qalırdı. Но нигде не написано в его жизни, что он думал также о Боге. Amma heç yanda yazılmayıb ki, o necəsə bir Allah barəsində də düşünə bilər. И как часто многие люди так живут. Çox vaxt insanlar belə yaşayırlar, В çox принципе, insanlar. неплохо живут. Pis də yaşamırlar. Они жадные, Onlar simicdilər, но не для себя. amma özləri üçün yox. Они строят новые амбары, новые предприятия. Çoxlu müəssisələr, ambarlar tikirlər. Но во всей их жизни нет места Богу. Amma onların bütün həyatlarının içində Tanrıya yer yoxdur. Даже верующие иногда так живут. Bəzən imanlılar da belə yaşayırlar. Но Бог Amma Allah, всегда приходит вовремя. o hər zaman öz vaxtında gəlir. И так он сказал: Beləcə deyil. душа, много добра лежит у тебя на многие годы. Покойся, ешь, пей, веселись.
Canıma deyərəm, ey canım, illərlə kifayət qədər var dövlət yığmısan, indi dincəl, ye, iç, kef elə. Но он не знал, что происходит в духовном мире. Amma o bilmirdi ruhani aləmdə nələr baş verir. И вдруг Бог ему говорит: Birdən Tanrı ona müraciət eləyir. безумный, в эту ночь душу твою возьмут у тебя, кому же достанется то, что ты заготовил? Ona deyir, ay axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırlığın kimə qalacaq? Он не знал ответов о будущем. O, gələcək barəsində cavabı bilmirdi. И теперь давайте послушаем внимательно. Gəlin diqqətlə qulaq asaq. Так бывает с тем, вы внимательно слушайте. Buna Так, diqqətlə вот qulaq так. asın. Bax, belə Бывает baş с тем, verir. кто собирает сокровища для себя, а не в Бога богатеет. Özü üçün xəzinə toplayan, amma Allahın önündə varlı olmayan hər bir insanın axırı da elə olacaq. Вы со mной или нет? Mənimlə sizmi? И так можно богатеть в себя, Beləcə özün üçün varlı ola но bilərsən, можно bогатеть в Бога. Tanrıya görə də varlı ola bilərsən. И Иисус, Он в конце сделал диагноз. İsa sonda belə bir diaqnoz qənaətinə gəlir. И мы здесь должны просто прислушаться, всмотреться. Biz burada diqqətlə qulaq asıb baxmalıyıq. Этот богатый человек в глазах Бога был нищий. Bu dövlətli adam Tanrının gözündə çox yoxsul görünür. Мы его считали bogатым, Biz onu varlı hesab а в eləyirdik, глазах Бога этот человек был нищий. amma Tanrının gözündə o yoxsul bir kəs idi. Давайте не будем путать. Gəlin bunların yerini dəyişik Мы в salmayaq. Писании слышим, что есть такие люди, нищие духом. Biz yazı yerində belə bir kəlamlar eşidirik ki, ruhən yoxsul olanlar. Кто такие нищие духом? Kimdir o kəslər? Те, кто жаждет Бога. O kəslər ki, Tanrını daha çox yanğı ilə Иисус axtarırlar. говорит, что таковых есть Царствие Божие. İsa deyir ki, Rəbbin səltənəti belə insanlar üçündür. Но этот bогатый человек, Amma bu varlı insan, он не был нищим духом. o ruhən yoxsul değildi. Он был нищий душою. O qəlbində yoxsul Он idi. заботился не о духе своем, а о своей душе. O öz ruhunun yox, qəlbinin, canının qayğısına Я его qalırdı. называю такие нищие мозгами. Mən onu düşüncə yoxsulluğu adlandırıram. Знаете почему? Bilirsiniz niyə Я görə? потом посмотрел Писание, что Бог тоже так считает. Mən sonra baxdım yazı yerinə gördüm ki, Tanrı da belə Бог qənaətdədir. его назвал безумным. Çünki Tanrı ona axmaq deyə müraciət eləyib. Аминь. Amin. Он был богатый, O varlı idi, но он был безумный. amma axmaq idi. Он был в мире, может быть, мудрый, Bəlkə dünyaya görə o ağıllı наполненный idi. мудростью этого мира, Bu dünyanın müdriklüyü ilə dolub daşırmış. но Бог его называл безумным. Amma Tanrı onu axmaq adlandırıb. Почему? Niyə? Потому что он не в Бога bogател. Ona görə ki, o Tanrı üçün dövlət yığmırdı. Он не уповал на Бога. O Tanrıya etibar Он eləmirdi. всю свою жизнь уповал на свои силы. O ömrü boyu öz qüvvəsinə yönəlmişdi. Ты можешь сказать, а что, плохо быть богатым? Sən deyə bilərsən ki, dövlətli olmaq pisdir bəyəm? Нет. Yox. Bог не против денег. Tanrı pula qarşı deyil. Бог не хочет, чтобы ты был зависим к деньгам. Tanrı istəmir ki, sən puldan asılı olasan. Bог хочет, Tanrı istəyir чтобы ki, деньги служили тебе, pullar sənə xidmət eləsin. а ты служил Богу. Sən isə Rəbbə xidmət eləyəsən. Повторяю, Təkrar eləyirəm. Бог не желает, Tanrı arzu чтобы, eləmir ki, чтобы деньги были твоим хозяином. pullar sənə ağalıq eləsin. Он желает, чтобы ты господствовал над деньгами, O istəyir ki, sən pulların üzərində ağalıq eləyəsən. а Бог господствовал над тобой. Tanrı isə sənin üzərində ağalıq eləsin. Аминь. Amin. Тогда те финансы, которые у тебя есть, ты будешь правильно их распределять. Onda səndə olan maliyyəni sən doğru istifadə eləyəcəksən. Обеспечение собственных нужд Öz ehtiyaclarına baxmaq и обеспечение своей семьи – это нормально, это не və жадность. öz ailənə baxmaq bu çox normaldır. Аминь. Ее нельзя назвать любостяжанием. Bunu tamahkarlıq adlandırmaq olmaz. Когда ты трудишься для собственного обеспечения, Sən öz şəxsi mənafen üçün deməli əziyyət çəkirsənsə, есть здесь люди, которые работают.
Burada o insanlar var mı ki işləyirlər? Mало людей работают, что ли? А кто Az работает? insan işləyir. Аминь. Есть люди, которые пенсию получают, ладно. O insanlar var mı ki pensiya, təqaüd alırlar? Аминь. Есть люди, которые стипендию получают. O insanlar var mı təqaüd alırlar? Молодцы, хорошо Tələbə учатся. təqaüdü. Слава Богу. Rəbbə izah Итак, olsun. Бог говорит, что вы будете трудиться Rəbb deyir ki, siz zəhmət çəkəcəksiniz. для собственного обеспечения. Öz şəxsi mənafeniz Но üçün. тем не менее, Amma buna мы baxmayaraq, также в этот момент не должны забывать о Боге. bu istiqamətdə Tanrını da yaddan Мы çıxartmamalıyıq. должны также и богатеть в Бога. Eləcə də Tanrıda dövlətlənməliyik. Аминь. Amin. Слава Богу. Итак, но есть маленькая такая, можем подчеркнуть, красной линией. Bir balaca bir şey var ki, onun altından qırmızı xətt keçir. Если мы желание всей своей жизни ставим обогащение, Əgər ömrümüzün çox hissəsini dövlət yığmaq üçün əgər istifadə eləyiriksə, то это роковая наша ошибка. bu bizim çox böyük səhvimizdir. Если мы живем только ради того, чтобы обогащаться, Ona görə yaşayırıqsa ki, ancaq varlı dövlətli olaq, тогда Бог нас назовет безумными. o zaman Tanrı bizi axmaq adlandıracaq. Аминь. Amin. Нищета, она может видна быть внешне, а может и не видна быть внешне. Yoxsulluq həm görünən ola bilər, həm də görünməyən ola Мы bilər. видим в нищих, которые видно, они нищие. Biz yoxsul geyimli insanları görəndə bilirik ki, onlar yoxsuldular. Но есть нищета, которая прячется за разумностью. Amma elə yoxsulluq var ki, onlar düşüncənin arxasında gizləniblər. За осторожностью. Biraz ehtiyatlılığın arxasında. Есть нищета, которая прячется за логикой. Elə yoxsulluq var ki, o logik düşüncənin arxasında dayanır. Она звучит внутри так. O içərdən belə səslənə bilər. Мне всегда мало. Mənə həmişə azlıq edir. Если не проконтролирую, потеряю. Əgər bunu nəzarətdən çıxarsam, o zaman itirə bilərəm. Я сам должен обеспечить себя. Mən özümü təmin eləməliyəm. И эти люди не живут в бедности, Bu insanlar deməli yoxsul kimi yaşamırlar. но они не живут в покое. Amma onlar sakit həyat sürmürlər. Они живут в заботах своих. Onlar öz qayğılarının içində yaşayırlar. И такое сердце, оно не живет верой. Belə bir ürək imanla yaşamır. Она постоянно выживает. O həmişə bir təhər yaşayıb başa vurur. Они как голодные волки, Onlar ac qurtlar kimidirlər. заботясь о своем желудке, ищут новую добычу. Öz mədələrinin dərdini çəkirlər və yeni şeylər axtarırlar. Забывают в этот момент Бога. O zaman deməli Tanrını yaddan çıxarırlar. И для них уверенность в себе – это когда ты имеешь много денег. Onların özünə əminliyi o zaman baş verir ki, onların çoxlu pulları var. Откуда приходит дух нищеты? Hardan gəlir bu yoxsulluq ruhu? Иисус говорит в этой притче, что берегитесь любостяжания. Bu misalda İsa deyir ki, tamahkarlıqdan özünüzü qoruyun. Дух нищеты, он рождается там, где в сердце есть рана. O tamahkarlıq ruhu, yoxsulluq ruhu orada başlayır ki, o ürəkdə yaralar var. Когда человек остался без защиты, O zaman ki insan mühafizəsiz qalıb, он пережил утрату, o itkiləri görüb, был в чем-то разочарован, hər hansı bir şeydən məyusluğa qapılıb, он научился надеяться только на себя. o öyrənib ki, ancaq özünə И güvənsin. такое сердце всегда говорит, что Богу можно верить, Bu belə bir ürək həmişə deyir ki, Tanrıya inanmaq olar, но не до конца. amma sona qədər yox. Такой человек больше верит в себя, в Belə свои insan силы. ən çox öz gücünə, özünə güvənir. Но если мы посмотрим основание этого человека – страх, а не вера. Əgər biz bunun təməlinə baxsaq, o təməldə iman yox, qorxu var. И мы знаем, что где есть страх, Biz bilirik hardadır bu там qorxu. есть закрытое сердце. O yerdəki qorxu var, orada qapalı ürək var. А где есть закрытое сердце, Amma oradakı qapalı ürək var. ты там не увидишь Божьего потока. Sən orada deməli Tanrıdan gələn axını görməyəcəksən. Аминь. Итак, Beləliklə, нищета
Yoxsulluq удерживается в serдце не отсутствием денег. deməli yoxsulluq pul olmayan ürəkdə deyil. А отсутствием доверия Богу. Tanrıya etibarın olmadığı Вот yerdədir. оттуда и приходит нищета. Bax oradan gəlir həmin o yoxsulluq. Почему Niyə? Иисус говорит, что берегитесь? Ona görə ki İsa deyir ki, bundan qorunun. Потому что жадность, она подкрадывается незаметно. Çünki o tamahkarlıq çox gizli surətdə özünü insanın ürəyinə salır. Жадность редко выглядит как зло. Bu tamahkarlıq çox deməli çox hallarda belə pis görsənmir. Жадность тебе говорит, ну, сейчас не время отдавать. Həmin o tamahkarlıq deyir ki, indi vaxtı deyil, Надо verməyin быть vaxtı deyil. разумным, подумай о себе. Biraz ağıllı olmaq lazımdır, özün barəsində düşün. Жизнь сейчас tяжелая. İndi həyat çox ağırdır. Ты не уверен в завтрашнем дне. Sən sabahki günə əmin deyilsən. И она выглядит не злой. Bu belə də pis görsənmir. Но такие мысли, они останавливают тебя. Amma belə düşüncələr səni dayandıra bilər. Но опора, основание этих мыслей – это страх. Amma bunun təməli ancaq qorxudur. Такой человек всегда в заботах о своей душе. Belə insan hər zaman öz qəlbinin qayğısına Он qalır. всегда в суете. O hər zaman belə çək-çevir içindədir. Он всегда в беспокойстве. O hər zaman qayğı içindədir. Он всегда в болезнях. O hər zaman xəstəlik Потому что içindədir. все это следует за ним. Çünki bütün bu şeylər onun arxasınca gedir. И Иисус, когда говорит «берегитесь», İsa deyəndə ki, özünüzü qoruyun. Он говорит о том, что мы были внимательнее O ondan danışır ki, biz diqqətli к olmalıyıq. Его предупреждению. Bu onun xatırlatmasıdır. И посмотреть в свое сердце, есть ли в моем сердце эгоизм и жадность. Öz ürəyinə baxmalısan. Orada xudbinlik və yaxud da tamahkarlıq varmı? Аминь. Amin. Следующее. Sonra Матвея 6:24. Matta 6:24. Что нам mешает быть открытыми сердцем? Bizə nə mane olur ki, ürəklərimizi açıq saxlayaq? Сегодняшняя моя проповедь говорит, щедрость победила нищету. Bugünkü mənim mövzum ondan ibarətdir ki, səxavət yoxsulluğa qalib gəlir. И здесь написано, Burada yazılır. никто не может служить двум господам, ибо или одного будет ненавидеть, а другого любить. Или одному станет усердствовать, а о другом не родить. Не может служить Богу и мамоне. Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək, ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. Кто видел театр «Слуга двух господ»? Kim belə bir tamaşaya baxıb, deməli, iki ağanın qulu? Старый театр, играл там Константин Райкин. Orada deməli Konstantin Raykin ifa edir. Мне очень нравится этот видеоспектакль. Mənim çox xoşuma gəlir bu video tamaşa. Ну как он служил этим двум господам? O necə bu iki ağaya qulluq eləyirdi? Он еле-еле выбирался, он постоянно что-то путал. O hər zaman nəyisə çaş salırdı. Но он не знал, что Иисус когда-то сказал, что невозможно служить двум господам. Amma o bilmirdi ki, İsa nə vaxtsa deyib ki, iki ağaya qulluq etmək olmaz. Сегодня ты раз и навсегда должен своему сердцу сказать, что мой Господь Иисус Христос. Sən bir dəfəlik öz qəlbinə deməlisən ki, mənim ağam İsa Məsihdir. Что-то вы никто не сказали. Heç kəs demədi bu sözü. Твой Господь Иисус Христос? Sənin ağan Слава Богу. İsa Məsihdirmi? Rəbbə şükür olsun. Но ты знаешь, Amma bilirsənmi? есть некая личность Belə bir şəxsiyyət də var ki, под названием Мамона, Mamona adını daşıyır. обогащение, Varlanmaq. который Mamona. хочет быть твоим хозяином, господином. O sənin ağan olmaq И istəyir. Мамон это не деньги. Mamona pul deyil. Мамона хочет заменить место отца. Mamona atanın yerini tutmaq istəyir. Мамон это ложный отец, ложный Бог. Mamona yalancı Allah, yalancı atadır. И он уверяет тебя. O səni əmin eləmək istəyir. Он заставляет, во-первых, он претендует на твою преданность. O sənin etibarlı olmağının yerini tutmaq Он istəyir. хочет, чтобы ты свое поклонение от Небесного Отца направил на Него.
O istəyir ki, sən göydəki atanın səcdəsini, yönünü ona tərəf çevirəsən. Ты скажешь, это никогда невозможно. Sən deyəcəksən ki, bu heç vaxt mümkün Давайте olmayacaq. посмотрим. Gəlin baxaq. Оказывается, можно молиться Богу, Sən demə həm Allaha dua eləmək но olar, внутри уповать на свое богатство. amma daxilində öz var dövlətinə əmin ola bilərsən. Такое возможно ли? Etibar eləyə bilərsən. Bu mümkündürmü? Аминь. И голос Мамона, он всегда так говорит. Mamona səsi həmişə belə səslənir. Никто, кроме тебя, не позаботится. Səndən başqa heç kəs sənə qayğı göstərməyəcək. Надо все держать под контролем. Hər şeyi nəzarət altında saxlamaq lazımdır. Нельзя доверять полностью. Başdan ayağa etibar etmək olmaz. Если потеряешь, пропадешь. Əgər itirsən, onda tamam itib batacaqsan. Он говорит нашему сердцу. O bizim qəlblərimizə deyir. Если у тебя есть ресурсы, то все в порядке. Əgər sənin vəsaitlərin varsa, deməli hər şey yerindədir. А Бог как говорит? Amma Tanrı necə deyir? Я твой отец, O и deyir я ki, позабочусь о тебе. mən sənin atanam, mən sənin qayğına qalacam. Он говорит, что у тебя есть ресурсы, будет все в порядке. O deyir ki, əgər sənin vəsaitin varsa, hər şey normaldır. А Бог говорит, я твой отец, Ata deyir ki, и я тебе Allah deyir позабочусь. ki, mən sənin atanam, mən sənin qayğına qalacam. В одном случае ты должен уповать на ресурсы, которые видишь. Bir vəziyyətdə sənin gördüyün vəsaitə etibarın var. Если их нет в кармане, Əgər o sənin cibində yoxdursa demək, тогда ты растерян. o zaman sən çaşqınlıqdasan. Но когда Бог говорит, Amma Tanrı deyirsə, Он говорит, уповай на меня, o deyir ki, mənə etibar я et. тебе позабочусь. Mən sənin qayğına Во qalacam. втором случае только играет решающую роль вера. İkinci hadisədə isə bütün qərarları ancaq iman öz üzərinə götürür. Просто надо верить Богу, Tanrıya sadəcə inan, и Он позаботится. o sənin qayğına qalacaq. Давайте воздадим славу Богу. Gəlin Rəbbə izzət verək. Итак, Мамона, она всегда хочет, чтобы ты уповал на какое-то ложное упование. Mamona istəyir ki, sən həmişə yalançı əminliklərin içində olasan. И Мамона, водясь Мамоной, ты становишься жадным. Sən həmin o mamona ilə məşğul olanda həmişə simic olacaqsan. Закрытым. Bağlı olacaqsan. Ты когда-нибудь видел богатых людей? Sən nə vaxtsa dövlətli, varlı insan görmüsənmi? Когда ты разговариваешь с богатыми людьми, они всегда закрыты. Sən varlı insanla söhbət eləyəndə görürsən ki, o həmişə bağlıdır. Они не подпускают тебя. Onlar səni özünə yaxın buraxmaq istəmir. Это не зависит от их уровня финансов, с какими финансами они владеют. Bu həmişə onların maliyyə bolluğundan asılı olan bir vəziyyət deyil. Но если человек связан Мамоной, он всегда закрыт, он не подпускает тебя близко. Əgər insan mamona ilə bağlıdırsa, o həmişə bağlıdır və səni özünə yaxın Они buraxmaz. всегда беспокойны, Onlar həmişə narahatdılar, боязливые. qorxu içindədirlər. Им Божий становится неинтересным. Tanrınınkilər ona maraqlı gəlmir. Божий им становится скучным. Onlar Tanrı adı gələndə onlar darıxdırıcı gəlir bu ad ona. Если тебе Божий уже наскучило, Əgər Tanrınınki səni darıxdırıbsa, посмотри в свое сердце. öz qəlbinə bir bax. Может, там зарылся нищий дух. Bəlkə ora deməli, həmin yoxsulluq ruhu qədəm qoyub. Это диагноз, Bu bir diaqnozdur. это симптомы. Bu bir simptomdur. Да? Когда Бог тебя наскучил. Tanrı sənə darıxdırıcı И gəlibsə. такие люди, они больше находят наслаждение в этом мире. Belə insanlar ən çox deməli keyfi bu dünyada görür, həzzi bu dünyada Они görürlər. тратят деньги не в Божие, но tratят на себя в этом мире. Onlar öz pullarını Tanrıya deyil, öz keyfləri üçün Получают xərcləyirlər. наслаждение. Bu həzzi almaq üçün xərcləyirlər. Человек, который водится Духом Святым, то есть Богом, İnsan müqəddəs ruhla məşğul olanda, idarə с olunanda, кем поведешься, от того наберешься. kimlə yanaşırsansa, ondan da xəsiyyət götürəcəksən. Наш Бог щедрый. Bizim Rəbbimiz Я говорю, наш Бог səxavətlidir. щедрый. Bizim Rəbbimiz səxavətlidir. Не все говорят. Наш Бог Hamı щедрый. demədi. Bizim Rəbbimiz Amin. səxavətlidirmi? Когда ты ходишь с Духом Святым, Sən müqəddəs ruhla когда gəzəndə, ты водим Духом Святым, sən onunla idarə olunanda какой ты будешь?
sən necə olacaqsan? Щедрый. Səxavətli olacaqsan. Amin. Amin. Если ты не щедрый, Əgər sən səxavətli deyilsənsə, что-то с тобой не в порядке. o zaman səndə nələrsə baş verir. Ты щедрый, Sən səxavətlisən, ты радостный, sən sevinclisən, ты смелый. sən cəsarətlisən. Потому что, чтобы быть щедрым, нужно быть смелым. Çünki səxavətli olmaq üçün də bir cəsarət lazımdır. И ты больше думаешь, как угодить Богу. Sən daha çox onun qayğısına qalırsan ki, Rəbbi razı salasan. Некоторые даже не думают о себе больше думают о Боге. Bəziləri heç özləri barəsində də düşünmürlər. Yalnız Tanrı üçün yaşayırlar. Есть в мире такие люди, филантропы называются. Filantrop adlanan insanlar var. Они тратят свои деньги Öz pullarını на благотворительность, xeyirxahlıq üçün на xərcləyirlər. людей, İnsanlara, на добрые дела. yaxşı işlərə Представляете? təsəvvür eləyin. Оставляет, может, для себя 10 или там 5%, а все 95% тратит на Божьи дела. Özləri üçün 10-5% saxlayırlar. Qalan 95%-ni Tanrının işlərinə xərcləyirlər. Вы помните такого богатого человека Рокфеллера? Yadınızdadırmı? Rockefeller adında bir varlı insan var idi. Он же был баптистом. O baptist idi. Он был баптист? Baptist idi. А я-то думал. Mən isə düşünürdüm ki, Он знал Бога. o Tanrını tanıyırdı. Но дожив до 51 года или до 51 года, Amma 51 yaşına qədər yaşayaraq он уже начал разваливаться. o artıq tökülməyə başlayır. И ему врачи сказали, тебе осталось пару месяцев жизни. Həkimlər ona demişdi ki, bir neçə ayın qalıb bu dünyada yaşamağa. Он такой был жадный человек, O qədər simic insan idi ki, но baptist. amma baptist idi. Оказывается, верующий тоже может быть жадным. Sən demə, imanlı insanlar da simic ola bilirlər. И когда он услышал диагноз врачей, что ты умираешь, O həkimlərdən eşitdiyi həmin o diaqnozu ki, sən öləcəksən, ему осталось мало, çox az müddəti qalıb. он позвал священника, за него помолились. O bir rahib çağırır, onun üçün dua eləyirlər И тогда он решил və o zaman o qərara gəlir. все свое богатство Bütün var dövlətini раздавать на добрые дела. yaxşı işlər üçün paylayacaq. Когда он начал раздавать, O bunu etməyə başlayanda что-то с его организмом начало происходить. onun orqanizmində nələrsə baş verməyə başladı. Врачи, которые давали ему несколько месяцев, O həkimlər ki, ona bir neçə ay müddət vermişdilər, еще проследили, что он еще прожил около 40 лет. artıq 40 il belə yaşamağa başladı. 90 с лишним, кажется, он умер. 90 neçə ilsə yaşadı. Почему? Niyə? Потому что начал жить в покое. Çünki o həyatını sakitlikdə sürməyə başladı. У него, хотя и были много денег, он всегда был беспокойный. O nə vaxtsa çox pulları olanda həmişə narahat idi. Когда ты щедрый, ты радостный. Sən səxavətli olanda sevincli olursan. Где сокровище твое, там и сердце Xəzinən твое. hardadısa qəlbin də orada olacaq. Аминь. Amin. Но интересно, вот давайте Maraqlıdır. зададим вопрос. Gəlin belə Сегодня bir такая, sual да, verək. поучительная проповедь. Bugün bir təlim dərsi keçirilir. Здесь я не кричу, ау, 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 Burada mən не belə евангелизационно, qışqırıq var. но поучительно. Burada bir təlim keçirilir. Почему Бог касается именно финансов? Что Он хочет от наших денег? Nəyə görə məhz maliyyəyə Tanrı toxunur? O nə istəyir bizim pullarımızdan? Почему пастыря постоянно говорят о деньгах, тем более в слове жизни? Два пожертвования собирают. Məhz həyat sözündə 2 dəfə bu iyanə toplanılır. Nəyə görə pastorlar bu barədə daha çox Что вы danışırlar? хотите от нас? Nə istəyirsiniz axı bizdən? Кто-то в церковь заходит, а здесь о деньгах проповедуют. Не-не-не, сюда не приду. Kimsə oradan daxil olur, görür, eşidir ki, burada maliyyədən danışılır. Yox, mən bura daha gəlmərəm deyir. Но почему Бог Niyə? хочет Tanrı istəyir ki, и касается этой сферы нашей жизни? və həyatımızın bu tərəfinə daha çox toxunur. Потому что Он хочет, чтобы ваше сердце Çünki o istəyir ki, sizin qəlbləriniz было направлено к Нему, ona tərəf yönəlsin. чтобы Он был вашим сокровищем. Ki o sizin dövlətiniz, xəzinəniz olsun. Потому что финансы, они контролируют. Çünki maliyyə nəzarətdədir. Человек чувствует страх. İnsan o qorxunu hiss eləyir. Через деньги человек чувствует власть. Maliyyə tərəfindən o bir hakimiyyət hiss eləyir. И почему Бог касается этого бастиона, этого оплота? Nəyə görə Tanrı bu sahəyə toxunur? Потому что это последний оплот и бастион твоей независимости.
Çünki bu sənin asılı olmamağın bir göstəricisidir. Ты смотришь черный чулок, там есть деньги, ты спокоен. Черный чулок, в чулке деньги, ты Sən спокоен. o corabın içinə baxırsan ki, orada bir şey var və sən sakit olursan. В чулке нет денег, Corabın içində pul yoxdursa, vəssalam. тебя трясет. Sən titrəməyə başlayırsan. Но есть Бог. Amma Tanrı var. Аминь. Он сказал, что если даже горы поколеблются, но Вот моя видите, милость всегда прибудет на тебя. Dağlar belə titrəsəz, mənim lütfüm sənin üzərindədir. Бог против нашей независимости. Tanrı bizim asıllığımızın qarşısına durur. Ну почему, Бог, ты против нашей независимости? Niyə görə sən buna qarşısan yəni? Именно в деньгах ты становишься независимым. Məhz pul barədə sən asılı deyilsən. Но давайте вспомним. Gəlin xatırlayaq. В Писании говорит, что вы уже не свои, вы Yazı мои. deyir Бог ki, говорит. siz artıq özünüzünkü deyilsiniz, siz mənimkilərsiniz. Я вас искупил. Mən sizi satın almışam. Скажи на это аминь. Buna amin de. Аллилуйя. Aleluya. И Бог не бедный, чтобы у вас вытаскивать деньги. Tanrı yoxsul deyil ki, sizdən o pulları götürsün. Он видит ваше сердце, O sizin ürəklərinizi görür. оно разделено. Görür ki, bu ürək ikiyə bölünüb. Там два господина. Orada iki ağa əyləşib. А Бог говорит, что двум господам невозможно Amma служить. Tanrı deyir ki, iki ağaya qulluq etmək mümkün deyil. И вот последнее место, где вы укрываетесь со своей независимостью, O yerdə ki, siz öz asıllığınızla bir yerdə gizlənmisiniz, это ваше финансовое обеспечение. bu sizin maliyyə sahənizdir. И тогда Бог на кресте так сказал. O zaman Tanrı belə dedi çarmıh Я üzərində. включаю операцию «Щедрость». Mən səxavət əməliyyatını işə salıram. Потому что щедрость – это говорит- внутреннее умирание человека, упование на деньги. Ona görə ki, səxavət insanın daxilən puldan asılı olmaq ölümüdür. Щедрость – это не красивый жест. Səxavət bu yaxşı bir hərəkət, gözəl bir hərəkət deyil. Щедрость – это распятие. Səxavət bu çarmıqda ölməkdir. Вдова, Həmin o dul qadın, которую оценил Иисус, hansını ki İsa qiymətləndirdi. Увидел. O gördü ki, она распяла в этот день o bu свое pullarda «я» öz mənliyini и çarmıha принесла qoydu. последние деньги, O son maliyyəsini весь свой gətirdi. достаток. Bütün gizlətdiyi hər şeyi gətirdi. Аминь. Amin. Она была богатой. O çox dövlətli И idi. Иисус сказал, что вау, она больше Sadece всех ki, приносила. o hər kəsdən daha çox verib. Некоторые просто показывали себя, кидали там Bəziləri доллары, тысячи, Dolları, сотни. minlərlə, yüzlərlə pulu belə atırdılar. А она принесла, Amma o qadın isə dul qadın. может быть, доллар. Bəlkə dollar gətirmişdi. Или 2,50 qəpik. Bəlkə də 2 qəpik. 2,50 qəpik. 2.50 qəpik. 1 manat. 1 manat. 2,50 qəpik. Аминь. Amin. И Иисус оценил ее. İsa ona qiymət verdi. Аминь. Amin. Почему? Niyə? Потому что мы раз и навсегда должны знать. Это 2 Коринфянам 8 глава. Bu 2 Korinflərə 8-ci fəsildə yazılıb. Biz bilməliyik ki, Ибо мы знаем благодать от Господа, biz Tanrıdan o что Он, lütfü будучи bilməliyik. богат, обнищал ради вас, дабы вы обогатились Его нищетой. Siz onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə, özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşıb. Когда мы обогащаемся Его нищетой? Biz nə vaxt onun yoxsulluğu ilə varlı oluruq? Когда мы щедры. O zaman ki biz səxavətliyik. Когда мы щедры. O zaman ki biz səxavətliyik. Аминь. Amin. Иисус отдал свою жизнь для того, чтобы спасти нас от нищеты. İsa öz həyatını qurban verdi ki, bu yoxsulluqdan bizi xilas И etsin. когда ты щедр, O zaman ki sən səxavətlisən, ты распинаешь свой страх. öz qorxunu çarmıxa Ты verirsən. распинаешь свой контроль. Öz nəzarətdə olmağını çarmıxa Ты verirsən. распинаешь иллюзию самодостаточности. Sən özün özüvə yetərsən deyə belə bir fikri çarmıxa И verirsən. тогда в твоем сердце, в таком сердце, O zaman belə bir ürəkdən рождается истинная молитва. həqiqi dua başlayır. Господь Бог мой,
Ya Rəbb, mənim Rəbbim, Ты не покинешь меня, и ты не оставишь меня. sən məni tərk eləməzsən. Я выбираю доверять тебе. Mən səni qəbul eləməyi Я seçirəm. говорю, я выбираю доверять тебе. Mən sənə etibar etməyi Когда seçirəm. слева горы и справа горы, Sağdan, soldan dağlar olsa belə, впереди море, qarşımda dəniz olsa belə, а сзади враг наступает. arxadan isə düşman И уже hücum надо çəkir. отдавать долг. Ona borc vermək lazımdır. Куда мне деться, отец? Mən hara özümü yetirim, И ata? вдруг Бог говорит, простри свою руку. Birdən o deyir ki, əllərini uzat. И невозможное человеком возможно Богу. Və Tanrı, insana mümkün olmayan Tanrıya И mümkündür. Бог в твоей жизни, когда ты уповаешь на Него, Və Tanrı sənin həyatında, sən ona əmin olanda, разделяет море. o zaman dəniz ayrılacaq. Я бы здесь воздал бы славу Mən Богу. burada Tanrıya izzət verərdim. Мы, как сыновья, должны перейти от выживания к наследию. Biz bir oğullar olaraq artıq bir təhər yaşamaqdan, sağ qalmaqdan Наследию. varis olmağa keçməliyik. Аминь. Давайте посмотрим. Лука 12:30. Luka 12-ci fəsil, Вы что-нибудь 30-cu ayə. получаете? Siz nəsə alırsınızmı? Вы знаете, что сейчас происходит? Bilirsinizmi indi nə baş verir? Сейчас происходит закладка фундамента. İndi bir bünövrənin qoyuluşu gedir. Аминь. Аминь. Amin. Здесь написано. Burada yazılır. Ваш же Отец знает, что вы имеете нужду в том. İkinci. Doğrudan da Doğrudan atanız. da atanız bunlara ehtiyacınız olduğunu bilir. Смотрите, Отец знает. Ata bilir. Скажи своему Öz соседу. qonşuna de. Отец знает о твоей нужде. Ata bilir sənin ehtiyacını. Да. Doğrudan. Отец знает о вашей нужде. Ata bilir sizin ehtiyacınız nəyədir. Отец знает о твоей нужде. Ata bilir sənin ehtiyacın nəyədir. Аминь. Amin. А почему бы не доверять ему? Nəyə görə ona etibar eləməyək? Вот здесь и происходит борьба. Bax, burada mübarizə başlayır. Нищий духом, Ruhən yoxsul olan, нищий душою, qəlbən yoxsul olan, он говорит, я сирота в этом мире, я один. o belə deyir, mən yetiməm, təkəm bu dünyada. Сын Oğul или дочь, və yaxud qız. она или он говорят, у меня есть отец. Onlar deyirlər ki, mənim atam var. Аминь. Amin. У нищеты мышление сиротства, сироты. Yoxsulluqda belə bir düşüncə var, yetimçilik düşüncəsi. Он уповает на свои силы. O öz gücünə etibar edir. Итак, если ты уповаешь на свои силы, Əgər sən öz gücünə güvənirsənsə, ты заражен нищетою. o zaman sənin deməli yoxsulluq xəstəliyin var. Можно сказать, дух нищеты. Belə bir ruhun var, Не yoxsulluq нищий ruhu. духом, а дух нищеты. Ruhun, Mamona. ruhun yoxsul deyil. Ты заражен мамоной. Sən mamona ilə xəstələnmisən. Может, даже у тебя денег нету. Bəlkə sənin heç pulun Но yoxdur. ты денно-ночно только думаешь, как мне Amma спасать? amma gecə-gündüz fikirləşirsən ki, mən necə yaşayacağam? Ты беспокойный, Sən narahatsan, тебя трясет. sən titrəyirsən, əsirsən. Но щедрость – это дыхание сына. Amma səxavət bu oğul olmağın nəfəsidir. Сын дает не потому, что у него много. Oğul ona görə vermir ki, onda çox var. Сын дает потому, что он знает, чей он сын. Oğul ona görə verir ki, o bilir ki, kimin oğludur. Он знает, кому он дает. Bilir o kimə verir. Он пришедший оттуда, O göydən gələndir. гражданин небес. Göylərin И vətəndaşıdır. он знает, куда он должен сеять. O bilir hara əkməlidir. Он знает, кому он отдает. O bilir kimə verir. Он знает, что тому, кому он отдает, идет от него воздаяние. O bilir ki, o kimə ki o verir, oradan ona əvəz gəlir. Аминь. Amin. Аллилуйя. Aleluya. Итак, Beləliklə, на кого ты опираешься, когда тебе страшно? sən qorxarkən kimə söykənirsən? На деньги, Pula mı? то в твоей сердце еще находится нищета. O zaman bu deyir ki, sənin ürəyində yoxsulluq kök atıb. Даже если твой кошелек полон, Əgər sənin pul kisən doludursa da belə, у тебя на первом месте səndə ilk yerdə отец под названием Мамона. Mamona adlı ata var.
мы так не думали. Biz də belə düşünmürük. Но Бог говорит, уповай на меня. Amma Tanrı deyir ki, mənə güvən, Простри руку. əlini uzat. А мы держим здесь манат. Amma burada bir manat gizlətmişik. Открой ее. Onu aç. И мы думаем, что Бог хочет забрать у нас это. Amma biz düşünürük ki, Tanrı istəyir ki, onu bizdən Но alsın. Он говорит, открой, чтобы я туда вложил больше. O deyir ki, əlini aç ki, mən ora daha çox pul qoyum. Он говорит, открой руку, чтобы я туда положил больше. Əlini aç ki, mən ora daha çox verim. Когда ты протягиваешь руку к Богу, Он смотрит не на твою руку, а смотрит на твое сердце. Sən Tanrıya əlini uzadarkən o sənin əlinə baxmır, o sənin ürəyinə baxır. И весь народ Və скажет, bütün xalq desin amin. аминь. Мы должны показывать свое доверие. Biz ona etibarlı olduğumuzu И göstərməliyik. щедрость – это как путь исцеления. Bu səxavət də bir İstəyəni serce. ürəyin şəfa yoludur. Щедрость нас лечит от сиротства. Щедрость lечит нас от сиротства. Yetimlikten şafa Səxavət verir. bizi yetimçilikdən şəfalandırır. Щедрость разрушает страх. Səxavət qorxunu dağıdır. Щедрость возвращает нам покой. Səxavət bizə sakitliyi qaytarır Делает сердце наше мягким. və ürəklərimizi yumuşaq edir. Ты не думаешь, хватит ли мне? Sən düşünmürsən ki, bu mənə çatarmı? Ты думаешь так, Господь, kому мне послужить? Sən deyirsən, ya Rəbb, mən kimə xidmət eləyim pullarımla? Это щедрое сердце. Bu səxavətli ürəkdir. Аминь. Amin. И сегодня Бог, Он Bugün- хочет, чтобы, когда мы приходили к Нему, Tanrı istəyir ki, biz onun yanına gələrkən, мы отпускали и доверяли Богу. biz buraxaq və Tanrıya etibar edək. Трудно отпускать по водам. Çox çətindirmi, deməli, suların üzərinə axıtmaq? Хлеб, которым тебе самому нужно. O çörək ki, sənin özünə də lazımdır. Да, трудно их отпускать. Onları çətindir Но buraxmaq. именно в этом шаге нужно Amma довериться. məhz bu addımda etibar etmək И lazımdır. именно щедрость, она побеждает нищету. Məhz səxavət yoxsulluğa И qalib именно gəlir. щедрость возвращает нас в Дом Божий. Məhz səxavət bizi Tanrının evinə qaytarır. И весь народ Və скажет, bütün xalq desin, аминь. amin. Тогда ты становишься не сиротой, а ты вспоминаешь, что ты есть сын. O zaman sən başa düşürsən ki, sən yetim deyilsən, amma kimin oğlusan? Теперь вопрос. İndi bir Что sual var. происходит в Доме Божьем? Nə baş verir Tanrının evində? Мы церковь Слова Жизни. Biz həyat sözü kilsəsiyik Аминь. И у нас есть видение. və bizim bir görüntümüz var. И в эту пятницу, Bu 5-ci gün, скажи в эту пятницу, bu 5-ci gün мы расширяемся. Я сейчас вам расскажу, чем занимается вообще Слово Жизни. biz genişlənirik. Mən indi sizə danışacağam. Həyat sözü nə ilə Две məşğuldur? группы людей, служителей, поехали в два города. В два города. İki qrup, xidmətçi qrupu, iki şəhərə getdi. Одна группа поехала в Худат. Bir qrup getdi Xudata. Вы знаете, в Худате у нас есть церковь. Bilirsinizmi, Xudatda bizim məbədimiz var. Да? Пока это уберите, пожалуйста. Onu hələlik Это мы yığışdırın. сейчас, да. В Худате есть пастырь Шахрияр с своей женой Севдой Ханум. Bizdə Xudatda pastor Şəhriyar öz həyat И давайте yoldaşı ilə var. посмотрим этот ролик в Худате. Gəlin bu çarxa baxaq. Rolik Xudatda Xudat. olan çarxa. Включи. Включаем? Мы сейчас вернемся туда. Что есть в церкви нашей? Biz indi qayıdacağıq məbədimizdə nələr var. Так, ролик. Стоп, стоп. Дай нам это тогда, таблицу, потом побеги за ней. Давай. Помогите, кто знает, как там видео. Покажи, где это видео. Ага. Давайте так. Какие служения у нас есть в церкви? Bizim məbədimizdən hansı xidmətlər var? Итак, мы были в пятницу, одна команда с пастором Игорем поехали в Худат. Bir komanda pastor İqırla Xudata getdi. Вторая команда из пасторов поехали куда? Город Ширван. İkinci komanda isə pastorlarla birgə Наши Şirvan братья. şəhərinə getdi. Аминь. И там тоже у нас церковь. Qardaşlarımızla. Orada
Rəbb bizə bir görüntü verib və bizə bir tapşırıq verib ki, bu ölkədə biz nə etməliyik? Где ты можешь сеять, Harda sən əkə bilərsən? куда ты можешь инвестировать. Hara sən sərmayə qoya Первое, bilərsən? детское служение. Uşaq xidmətinə. У вас есть дети? Sizin uşaqlarınız varmı? Детей нету, только внуки. Amma təkcə nəvələr var deyəsən. Аминь. Вы можете сеять. Siz əkə Вы bilərsiniz. можете сами служить Hem или özünüz- давать вашим деньгам служить вместо вас. Həm özünüz xidmət eləyə bilərsiniz, həm də maliyyənizə, sizin yerinizə xidmət eləyə Вы со bilərsiniz. мной или нет? Mənimləsinizmi? Очень слабо. Аминь. Со мной или нет? Siz mənimləsinizmi? Давайте перечислим, какие служения есть в церкви Слово Gəlin жизни. bu sadalayaq, hansı xidmətlər var həyat sözündə? Детское служение, Uşaq xidməti, подростковое служение, yeniyetmələrin xidməti, молодежное служение, gənclərin xidməti, старшее поколение, daha yaşlı nəsil, служение домашних групп, ev özəylərinin xidməti, курс для новообращенных. yeni xilasa gələnlər üçün kurs. А, кеклик? Гедер, о, бәле. Человек служит. Аминь. Библейские семинары. Bibliya seminarları. Кто здесь в библейской школе учится? Kim buradan Bibliya məktəbində oxuyur? Аллилуйя. Воздайте славу Богу. Rəbbə izzət verin. Какой дальше? Лидерский курс. Lider kursları. Ты знаешь, те, кто закончил библейскую школу, Bilirsiniz, Bibliya kurslarını вы qutaranlar можете учиться в лидерском курсе онлайн. onlayn lider kurslarına yazıla bilərsiniz. Знаете, почему до сих пор в Гянже не можем открыть церковь? Bilirsinizmi Gəncədə indiyə qədər niyə məbəd aça bilməmişik? Потому что нет лидера. Ona görə ki, liderimiz Мы yoxdur. не ставим неопробированных людей. Biz məşqdən keçməmiş insanları qoya Мы bilmirik. ставим туда способных, верных Orada- служителей, Orada sadiq və qabiliyyətli liderləri qoyurlar. знающих людей, Bilməli, образованных людей. təhsilli. Что вы такие кислые? Niyə belə oturmusunuz? Вы хотите, чтобы церковь росла? Siz istəmirsinizmi kilsə böyüsün? Или вы только думаете о своем доме? Yalnızca öz eviniz barəsində düşünürsüz təkcə. Помните, в Агее написано, вы носите, вы Hakkayda строите дома yazılıb, свои, Siz evinizi tikirsiniz, о доме Божьем не задумываетесь. amma Tanrının evi haqqında qayğınız yoxdur. Он говорит, показывает нам, куда нам надо O вкладывать göstərir ki, biz haralara əkə bilərik. свои молитвы, свои Öz знания, dualarımızı, biliklərimizi, время, vaxtımızı, свои финансы. maliyyəmizi, У нас есть служение слабослышащих, bizim zəif eşidənlərin xidməti которые var. уже достигают более 100 человек. Artıq 100 nəfərdən artıqdır bu У нас есть insanlar. миссия. Bizdə missiya var. Скажи миссия. Missiyadır. Слава Богу. Есть церковь Пир-Аллахы. Pir Allahıda kilsəmiz Есть var. церковь в Сумгаите. Sumqayıtda kilsəmiz Есть var. церковь в Худате. Qudatda. Есть церковь сейчас уже в Ширване. Artıq Şirvanda Не kilsəmiz хотите var. воздать славу Богу? Rəbbə izzət vermək istəmirsinizmi? Это же ваш труд. Bu sizin Скажи əməklərinizdir. своему Öz соседу. qonşuna de. А мы не маленькие. Biz kiçiklər deyilik, balaca deyilik. Мы служим. Biz xidmət Вы не eləyirik. маленькие, Biz друзья. balaca deyilik, Вы не dostlar. поместная церковь, состоящая из 100 человек. Biz 100 nəfərdən ibarət kilsə У deyilik. нас есть тюремное служение. Bizdə zindan xidməti В var. Азербайджане единственное, я могу со Азербайджанда- смелостью это говорить, Biz cəsarətlə bunu deyə bilirik. которые ходят сколько колоний? 12 колоний. Orada 12 koloniya var. Люди из других церквей приходят, пойдите к этому, к тому, третьему. Başqa kilsələrdən gəlib deyirlər ki, onların yanına gedin. Большое тюремное служение. Böyük bir zindan И там xidmətimiz var. служат люди. Orada insanlar xidmət edirlər. Пойми, что Богу твои деньги не нужны. Baxın, Tanrıya sizin pullarınız lazım Но deyil. деньги твои, Amma sənin они pulların нужны для служения здесь, на земле. yer üzündə, burada xidmətə lazımdır. Чтобы строить Царствие Божие на земле. Tanrının səltənətini tikmək üçün yer И весь üzündə. народ скажет. Və bütün xalq desin amin. Вчера Заур мне говорит, Dünən Zaur mənə в belə одной dedi. колонии покаялся вор в законе. Bir koloniyada qanun oğrusu xilasa gəldi. Авторитет. Qanun avtori, nüfuzlusu. 36 36 лет сидит в yaşında. тюрьме. 36 ildir ki artıq zindanda Вчера он yaşayır. покаялся. O dünən xilas oldu.
Кто финансирует тюремное служение? Kim bu Поднимите xidmətə руку. maliyyə buraxır? Вы Əlinizi qaldırın. финансируете. Siz. Аминь. У нас есть служение прославления. Bizdə izzətləndirmə xidməti var. Даже я хочу там петь, в этой Hətta группе. mən də orada oxumaq istəyirəm. Эта группа незаменимая. Bu qrup əvəz olunmazdır. Аминь. Вы когда прославляете, вы чувствуете ощущение, что Бог приходит сюда. Siz izzətləndirəndə siz onu hiss eləyirsiniz ki, Tanrı özü gəlib bura. Если вы музыкальный, подойдите к Вафе, она вас Əgər возьмет. sizin musiqidən başınız çıxırsa, У нас onda есть служение- yaxınlaşın vəfaya. Служение молитвы. Bizdə dua xidməti var. Да, Альфия? Düzdürmü Аминь. Alfiyə? О, Amin. Аллилуйя. Вы живые или еще Siz нет? burada canlısınızmı hələ də? Друзья, Рождество, улыбайтесь, да хоть. Artıq milad girib, gülün biraz. Быстрее бы ты закончил проповедь. Tez qutarsadı bu toplantı. Я гостей позвал, у меня там dolma стынет. Mənim orada dolmam soyuyur, qonaq çağırmışam. Гости подождут. Qonaqlar da gözləyər. Я сегодня последнюю проповедь в этом году говорю. Mən bu ilin son moizəsini oxuyuram. Да, сейчас будет, да? Инди Потом olacak. у нас откроется в следующем году пророческое служение. Gələn il bizdə peyğəmbərlik xidməti açılacaq. Аллилуйя. У нас есть евангелизация. Bizdə müjdəçilik Где var. наша драгоценная? Hanı Вот bizim она, Настя. əzizlərimiz? Есть евангелизация. Bizdə müjdəçilik var. И теперь секрет вам открываю. İndi bir sirr açacağam Мы sizə. планируем Biz indi planlaşdırırıq. открыть служение Xidmət в açacağıq. Гянже, Gəncədə, в Израиле и İsraildə в Италии. və İtaliyada. Под боком у Папы Римского. Roma papasının tam yanında. Протестанты тоже в Риме должны проповедовать. Евангелие. Protestantlar da Romada təbliğ eləməlidirlər. Мы любим католиков. Biz katolikləri sevirik. Аминь. Amin. И мы должны проповедовать. Və onlara da moizə deməliyik. Давайте откроем это. Что же у нас было в Худате, покажем. Давайте, Bizdə Xudatda nə baş vermişdi? давайте Gəlin включим baxaq. Худат. Здесь затемнение сделайте как. Может выключить там. Этот, Минаев, Буран Это не, заново. Это не Худат, это Шерван. Bu Xudat Xudat deyildi, где? Şirvan idi. Что? Как одну? Ладно, пускай это Шерван. Аллилуйя. Halleluya. В Шерване было около 30-40 человек. Şirvanda 30-40 nəfər insan var idi. Здесь и вместе. И Uşaqlarla также у birgə. нас было в Худате собрание. Eləcə də bizdə Xudatda toplantı keçirildi. Вот оно, фотография. Это наши служителя, которые были в Худате. Bu bizim xidmətçilərimizdir ki, Xudata Komanda. getmişlər bir komanda olaraq. Пастор Игорь, сколько человек было там? Pastor Igor, neçə nəfər var idi orada? 90 взрослых 90 и nəfər 80 böyük детей. və uşaqlar. У вас желание поднялось служить Богу? Sizin xidmət etmək üçün arzunuz yarandımı? Желание поднялось служить Богу? Tanrıya xidmət etmək У вас arzunuz желание yarandımı? поднялось быть щедрым? Səxavətli olmaq arzunuz varmı? Щедрый – это распятие твоего сердца. Səxavət bu sənin qəlbinin çarmığa verilməsidir. Когда ты умираешь каждый день, тогда Бог будет явно проявляться в твоей жизни. И слава Божия, она будет явлена в твоей жизни. Sən hər gün ölərkən Tanrının mərhəməti, izzəti sənin həyatında görüntülü olaraq görünəcək. Если ты сам не можешь служить, Əgər sən özün xidmət eləyə то ты bilmirsənsə, можешь послать свои финансы. öz maliyyəni göndərə bilərsən. Тогда твои финансы, O zaman sənin maliyyən они
выполняет ту совместную работу. O birlikdə olan işi yerinə yetirəcək. Аминь. Финансы говорят о твоем согласии. Sənin maliyyən sənin razılığından danışır. Пока церковь строится на земле, за все платит серебро. Yer üzündə məbəd tikilən zamanda həmişə hər şeyin ödənişini gümüş verəcək. Это было всегда, Bu həmişə belə olub и это будет в 2026 году. və bu 2026-cı ildə də belə olacaq. Ничего не поменялось. Heç nə dəyişilməyib. Поменяется только тогда, O zaman dəyişiləcək ki, когда Иисус придет за церковью. İsa öz kilsəsinin arxasıca gələcək. Вот тогда ты будешь ходить по золотым улицам. O zaman sən qızıl asfaltda gəzəcəksən. Аминь. Amin. Итак, я приглашаю вас. Mən Музыканты sizi есть. dəvət У eləyirəm. нас здесь Musiqiçilər var есть burada. ведра, Bizdə burada vedrələr var и с той стороны və есть o ведра. tərəfdə də vedrələrimiz var. Если вы сегодня, мы сейчас помолимся, İndi biz dua eləyəcəyik. помолитесь Богу и спросите, Господь, что ты желаешь, чтобы я принес? O dua elə və de ki, nə istəyirsən mən gətirim. Не ты решаешь, а Он решает. O qərar verir, sən Иисус yox. сказал, что не моя да будет воля, но твоя. İsa deyir ki, mənim yox, sənin iradən olsun. Когда ты даешь послушание, это дает тебе 30, 60 и во 100 крат. Sən itayətdə verəndə o sənə 30, 60, 90% artımla qaytarır. И весь народ Və скажет, bütün xalq desin, amin. давайте помолимся. Gəlin dua eləyək. Аминь. И каждый может встать со своего места и Hər kəs внести öz yerindən qalxıb свою лепту в эти ведра. И мы Пулларны потом за них помолимся. verə bilər. Аллилуйя. Давайте встанем. Gəlin qalxaq. Отец наш Небесный, Göydəki atamız, мы благодарим sənə Тебя minnətdarıq. за Твою благодать. Sənin lütfünə görə. Спасибо за то, что Ты обеспечиваешь нас, Çox sağ ol ki, sən bizi təmin и edirsən. Ты заботишься о нас. Sən bizim qayğımıza qalırsan. Ты, Господь, наполняешь наши дома Sən bizim evlərimizi doldurursan. обилием и благословением. Bolluqla və xeyir dua ilə Ты исцеляешь нас, və bizə şəfa verirsən. и Ты сделаешь наше здоровье крепким. Sən bizim sağlamlığımızı Ты möhkəmləndirirsən. благословляешь наши дома, Sən bizim evlərimizə xeyir dua наши verirsən. семьи, Ailələrimizə, наших детей. uşaqlarımıza. И мы за это благодарим Тебя. Sənə buna görə təşəkkür Мы edirik. благодарим Тебя, Господь, что сегодня Sənə minnətdarıq ki, bugün мы смогли потушить этот пожар, biz bu yanğını söndürə bildik. потому что Ты за нас, Господь. Çünki sən bizim Кто tərəfimizdəsən, может ya быть Rəbb. против нас? Kim bizə qarşı ola bilər? Господь, спасибо Тебе. Ya Rəbb, çox sağ ol. И мы молимся о том, чтобы Ты проговорил наше сердце. Biz dua edirik ki, sən bizim qəlblərimizə söz deyəsən. Что Ты хочешь? Sən nə istəyirsən? Что нам делать? Biz nə edək? Что мы можем принести Тебе Sənə nə gətirə bilərik? во имя Иисуса Христа? İsa Məsihin ismi Мы ilə. благодарим Sənə Тебя. minnətdarıq. Мы сеем Biz əkirik из доброго сердца yaxşı ürəklərdən. воздаяние от Тебя. Amma qayıdış səndən olsun. Воздаяние от Тебя. Qayıdış səndən olsun. Воздаяние от Тебя. Qayıdış səndən olsun. Молимся во имя Отца, Сына и Святого Духа. Ata, oğul və müqəddəs ruh naminə И весь dua народ etdik. скажет. Və bütün xalq desin. Аллилуйя. И Amin. давайте, кто хочет, может Kim подходить. istəyir gələ bilər. А пока будет петь прославление, вы можете сеять. İzzətləndirmə qrupu oxuyarkən siz əkə bilərsiniz. Тебя я славлю, Ты провел меня сквозь шторм. Ко всему готов я, что Ты хочешь сделать, Бог. Крест предо мною, надежде вы, Иисус с Тобою, все лучшее впереди. Ты здесь, Бог, Ты здесь, Бог, и открыта дверь. Мы жаждем быть все ближе к Тебе. Ты здесь, Бог, Ты здесь, Бог, и открыта дверь. Стань ближе к нам. как никогда теперь.
я чудеса. Мой Бог, ты дав обещание, не заметишь в нем. Вместе! Прорыв, знаю, грядет там. Верой вижу я чудеса. Мой Бог, ты дав обещание, не заметишь в нем. Вместе! Прорыв, знаю, грядет нам. Верой вижу я чудеса. Мой Бог, ты дав обещание, не заметишь в нем. Прорыв, знаю, грядет нам. Верой вижу я чудеса. Мой Бог, ты дав обещание, не заметишь в нем. Открыта дверь. Мы жаждем быть все ближе к тебе. О, аллилуйя! Ты здесь, Бог, ты Аллилуйя. здесь, Бог. О, аллилуйя! Мы благодарим Тебя, Sənə Господь. minnətdarıq ya Rəbb. Я молюсь, Господь, за эти финансы. Mən bu maliyyələrə dua Во edirəm. имя Иисуса Христа. İsa Məsihin ismi ilə. Господь, Ya Rəbb, мы молимся. biz dua edirik. Я провозглашаю одно слово. Mən bir sözü elan edirəm. Умножение. Artım, Умножение. artım, Умножение. artım, Умножение на финансы. artım. Maliyyə Умножение. artımı, Умножение на финансы. maliyyəyə artım. Умножение на финансы детей Божьих. Tanrı övladlarının maliyyəsinə artım. Умножение на финансы детей Божьих. Tanrının övladlarının maliyyəsinə Во имя artım. Иисуса Христа. İsa Məsihin ismi Мы ilə. благодарим Тебя. Sənə minnətdarıq. Господь, мы благодарим Тебя. Ya Rəbb, sənə minnətdarıq. Взрасти в нас щедрость. Bizdə o səxavəti böyüt. Господь, прости нас, Bizi bağışla ya Rəbb. когда мы отталкивались от нашего нищего сердца, O zaman ki biz öz yoxsul ürəyimizdən başlayırıq. от жадности. Tamahkarlığımızdan. Прости нас Bizi bağışla. во имя Иисуса Христа. İsa Məsihin ismi ilə. Омой, очисти нас Bizi yu təmizlə. во имя Иисуса. İsa Məsihin ismi ilə. Господь, я верю, Ya Rəbb, mən inanıram. Новый год, Yeni il Он принесет нам o bizə сюрпризы. sürprizlər gətirəcək. Новый год принесет в твою жизнь сюрпризы. Yeni il sənin həyatına sürprizlərlə gələcək. Когда ты будешь готов, O zaman ki sən hazır olacaqsan, açıq olacaqsan. когда ты будешь вместе с Отцом, O zaman ki sən ata ilə birgə olacaqsan. новые двери будут открываться для Yeni тебя. qapılar açılacaq sənin üçün. Невозможно будет происходить в твоей жизни. Mümkün olmayan şeylər baş verəcək imя həyatında. Иисуса Христа. İsa Məsihin ismi ilə. Невозможно. Mümkün olmayan Господь, я şeylər. благодарю Тебя. Ya Rəbb, sənə minnətdaram. Спасибо Тебе. Çox всемогущий sağ ol. Бог. Мы молимся во имя Biz Отца, dua Сына и edirik Святого ata, Духа. oğul və müqəddəs ruhla. И весь народ Və скажет, bütün xalq desin. и весь народ да воздаст славу Богу. Bütün xalq izzət versin. Кто первый раз пришел на это собрание Kim bu toplantıya ilk dəfə gəlib? и еще не принимал Иисуса Христа в свое сердце как своего Господа? Öz Gəlin buraya. Rəbbi olaraq öz ürəyinə Gəlin, İsa Məsihi gəlin qabağa. qəbul etməyib. İrəli çıxa Gelin, bilərsiniz. gelin buraya. Utanmayın. Azer kömək et de. Sen dostumdu kömək et. Azer gel sen de gel buraya. Sen ondan çok utanırsan Azer gel buraya. Şoktu. Daha Кто kim еще var? первый раз? Daha kim gəlib ilk Кто dəfə? еще не принимал Иисуса Христа в свое сердце? Gel buraya. Kim İsa Məsihi öz qəlbinə Gelin qəbul buraya. Gel etməyib? sahneye kalk. Bura Biz gəlin. geçen de dua Qalxın, etmişik. qalxın. Aa, ikizdiler bunlar. Gelin. İstemirsiniz siz? Gel sizin için dua edeyim. Eybi yok. Problem yok. Gelmiyor. Gel. Adınız nedir? Orhan, çok güzel. Sen? Fatima. Geçen defeki kim olup? Medine Fatima. Amin. Kim var sonra burada? Kim var? Kim hələ İsa Məsihi qəbul etmidi öz ürəyinə? Kim? Var belə adamlar? Yoxdur. Amin.
Halleluya. Bugün hava pistir, nəsə. Amma siz yeni ilə hazırlıq görürsünüz. Görürsünüz yox. Dekabrın 31-də saat 10-da axşam biz burada dua edəcəyik. Və Rəbb izin versə mən burada peyğəmbərlik edəcəyim. Gələn il üçün, sizlər üçün, kilsə üçün, sizin ailələriniz üçün. Ona görə indi siz qərara gəlməlisiniz. Ya salatların ətrafında oturmaq, ya da gəlmək kilsə ilə bir yerdə yeni ili duada ilahələrlə qarşılamağa. Amen. Halleluya. Siz inanırsınız ki, İsa Məsih Rəbdir? Siz hələ bilmirsiniz. Okey. İnanırsan, veriş. Ты хочешь принять свое сердце? İstəyirsən. Amen. Onda dua edək. Sənin üçün, sonra biz sizin üçün mən şəxsi dua edəcəm. İstəyirsən, sizin üçün dua etsinlər. Amen. Halleluya. Belə təkrar et. Tanrı, əlləri qaldır. Gözləri yum. Tanrı, mən günahlı bir insanam. Mən inanıram. İsa Məsih mənim günahlarımı görə öz həyatını qurban verdi, öldü və 3-cü gün dirildi. Mən İsa Məsihi öz ürəyimə qəbul edirəm, Rəbb kimi, xilaskar kimi. Tanrı, İsa Məsih naminə mənim günahlarımı mənə bağışla. Minnətdaram sənə. Şükürlər olsun və mənə kömək et, sənin yolunla gedim. Dua edirəm, ata, oğul, müqəddəs ruh naminə və bütün xalq dedi. Əllərinizi uzadın. Təbrik edirəm. Bugün sənin adın, твое имя записано сейчас в книге жизни. И там так написано. Чье имя записано в книге жизни, Orada belə yazılıb, kimin adı həyat kitabına yazılıbsa, они не увидят второй смерти. o ikinci ölümü görməyəcək. Amen. Onda dua edək. Halleluya. Rəbb, İsa Məsihin ismi ilə biz minnəttar ki, sən bugün Fatimənin bütün günahlarını bağışladın və ona kömək et, sənin yolunla geçsin. Ona xeyirdə ver, məhs et Rəbb və qoy səni izzətləndirsin öz həyatında. Minnəttarıq sənə. Dua edirik ata oğul müqəddəs ruh naminə. Amin. Ged o bacının dalınca. Давайте воздадим славу Богу. Orxan qardaş, aksiyon. Hanı Orxan? Ay qardaş, gəl bura. Gəl, gəl sənin üçün dua edim. Gəl bura, qorxma. Qorxma bura. Gəl, dua pulla deyil. Amin. Мы хотим, я вот лично хочу, mən şəxsən sənin üçün dua etmək istəyirəm. Да? Я могу на азербайджанском. Аминь. За что ты хочешь, чтобы я мы помолились? Вся церковь за тебя сейчас помолится. За твое здоровье. Sənin Аминь. sağlamlığın И üçün, за твою личную жизнь. şəxsi həyatın üçün. Аминь. Чтобы она была крепкой. O möhkəm olsun deyə. Аминь. Чтобы Бог сохранил тебя и всю твою семью. Sənin özünü də, ailəni də qorusun deyə. Во имя Иисуса. İsa Məsihin ismi ilə. Аминь. Глаза закрой. Gözlərini Halleluya. Rəbb, minnətdarıq sənə. Holy brekala masim brokolo remisheke tala mitro lobosindi. Lebechtar la messo brondoro lo behira balalamande. Ho Jesus lembrachat lambrez sibro lobondra la me. Ata mən Orxan üçün dua edirəm İsa Məsihin ismi ilə. Ona xeyir dua ver, onu məhs et. Qoy sən müqəddəs əlin həmişə onun üzərində olsun. Onu idarə et müqəddəs ruh vasitəsilə. Ata, sən onun həyatından hər şey bilirsən. Və mən dua edirəm ki, ata, o sən həqiqətVə eşidib və sən həqiqətVə görə hərəkət etsin həyatında və səni tanısın. İsa Məsihin ismi ilə. Xilası ehsan et onun üçün. Xeyirdə ver. Qoy açıqlamalar gəlsin, vəh gəlsin onun həyatına. Və Rəbb Allahım, qoy həmişə güclü, qüdrətli, şəfalı olsun ata. İsa Məsihin ismi ilə. Qoy ailəsi sənin tərəfindən qorunulsun. Rəbb xeyirdə ver. Mən minnətdaram. Şükürlər sənə deyirəm, Rəbb. Qoy
Tanrı sənin sülhün, sənin sevincin və sənin rahatlığın bu insan üzərində və ailə üzvlərinin üzərində olsun İsa Məsihin ismi ilə. Mən minnətdaram sənə. Ata, oğul, müqəddəs ruh naminə dua edirəm. Amin. Amin. Аллилуйя! Наше служение подошло к концу, Bizim xidmətimiz sona çatdı. и мы сейчас прославим Бога Biz indi izzətləndirəcəyik и Rəbbi пойдем по домам. və evlərimizə gedəcəyik. Аминь. Amin. Слава Богу. С щедрым Rəbbə izzət ol. сердцем. Səxavətli ürəklərimizlə. Amin.